Bugün sizlərə ən aktual mövzu haqqında məlumat verəcəm. Azərbaycan Respublikasının Prezidentinin 25 may 2022-ci il fərmanı ilə fiziki şəxslərin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən mənzil və qeyri-yaşayış sahələrini nağdsız şəkildə aldığı zaman əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması haqqında qısa məlumat verəcəm. Əldə etdiyiniz mənzilin və qeyri-yaşayış sahəsinin 500 kvadrat limiti aşmayaraq əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması üçün müraciət ünvanlaya bilərsiniz. Müraciətin ünvanlanması üçün İnternet Vergi İdarəsində şəxsi kabinet yaradılmalı və sizə təqdim olunan tikinti şirkətinin tərəfindən olan qaiməni şərtləri ilə tanış olub, onu təsdiq etdikdən sonra əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət yarada bilərsiniz. Amma bu müraciət 90 iş günündən gec olmayaraq edilməlidir və müraciətin cavabı isə 10 gün ərzində sizə geri dönüş ediləcəkdir. Hissə ödənişlərdə də qaimələr elektron portalda göstərilməlidir. Ödənişin yekununda əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət ünvanlana bilər. Ətraflı məlumat üçün story bölməmizə keçid edə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik.